Bir gün bir şah elan edir ki, kim onun eşeğinə kitab oxumağı öyrətsə, ona bir kisə qızıl bağışlayacaq. Lakin şahın ağır bir şərti də var idi. Əgər təyin olunmuş vaxtın sonunda eşək oxumağı öyrənməsə, həmin adamın boynu vurulacaqdı. Sarayın qapısına ən savadlı alimlər, müdriklər və ustadlar gətirildi. Lakin ölüm qoxusunu eşidən kimi hamısı bu işdən imtina etdi. Heç kim qeyri-mümkün bir tapşırıq üçün canını risk atmaq istəmirdi. Yalnız Molla Nəsrəddin sakitcə irəli çıxıb razılaşdı. O, eşeği öyrətmək üçün şahdan 10 il vaxt istədi. Şah Mollanın bu cəsarətinə təəccübləndi və vəd etdiyi bir kisə qızılı ona öncədən verməyə. Molla evə qayıdanda arvadı qorxu içində ondan soruşdu. Sən heç qorxmursan, bu qeyri-mümkün işin axırı necə olacaq? Nəsrəddin gülümsəyərək cavab verdi. Narahat olma, bu 10 il ərzində çox şey dəyişə bilər. Ya eşək ölər, ya şah, ya da mən özüm. Daha çox mahnı və nağıl istəyirsən, Lulla Pulsuz tətbiqini yüklə.